Dünən yox, sırağa günü gecədə, dünən səhərə yaxın 5-də. Bu Aha. gecə yox, ondan qabaqçı gecə. Saat 5 idi. Evdə ailəvi yatmışdıq hamımız. Qapı döyüldü. Anam çıxdı, gördü maskallardı. Qapını üstə açmadı. Dedi, kimsiz, kimsiz? Gördüm ki, montirovkanı salıb qapını qırırlar. Qışqırdım ki, aç, aç. Qapı açıldı. Hamısı maskalı idi, Rozgvardiya, FSB. Qapı açıldı, açılan kimi töküldülər. Evdə də 2 uşaq, yoldaşım, anam, atam, qardaşım, mən. Bizi vurdular sırazı. Heç nə soruşmadılar, sırazı vurdular. Bizi çox döydülər evdə. Evi şumon elədilər, evi nə bilim, nə var idi, tökdülər yerə. Bizi evdə bir saat döydülər. Yoldaşım uşaq, 2 uşaq var körpə. Uşaqlarla qaçdı, çıxdı. Hamama saldılar, hamamdan çıxdı, qaçdı. Aha. Döyülənlər Biz, yalnız kişilər oldu, eləmi? hə, döyülən mən oldum, atam oldu, qardaşım oldu. Bizi çox vurdular, bir saat evdə döydülər. Mənə dedilər, Paşayev tanıyırsan, dedim, yox. Qaciyev İkramı tanıyırsan, dedim, hə, tanıyıram. O vaxt rəhmətə gedib, oğlu dünya çempionudur, dostumdur. Vəsə başladılar yenə də döyməyə, toka verməyə. Elektroşokla başladılar, şap elektroşok vurmağa bizə. Elektroşok vurmaq, montirovka ilə qılçalarımıza. Yəni istəkləri nə idi? İstəkləri deyir, Paşayevi tanıyırsan, deyirəm, yox, de, tanımıram. Deyir, 2001-ci ildə ölüm işi olub. Deyirəm, xəbərim yoxdur. Mən 94 təvəlliyəm, mənim 16 yaşım olubdur. Mən nə biləm də uşaq olmuşam. Heç məktəbə getməmişəm. Mən nə bilim ondan kimdir, nəçidir o. Onun üstə başladılar, elə dedikcə məni çutaydı döydülər. Papamı, məni, qardaşımı. 1 saat döyəndən sonra bizi çırpdılar başımızla promoy evdə. Pola çırpırdılar başımızı. Stolu başımıza çırpdılar. Oturacaqları keçirdilər başımıza. 1 saatdan sonra bizi qamladılar. Əllərimizi başımıza aşağı. Bizi çıxartdılar, otuzdular maşına. Qazelə. Bir dənə qardaşımla məni papamı başqa maşına saldılar. Uzandılar pola. Pola uzandıranda deyir, palçıqdır. Pol da palçıq idi. Ye deyir bu polu. Kuşay deyir. Съешь deyir, этот грязь. Biz də nə deyir? Ağzımızı bağlı dinməz durmuşuq da. Biz ondan sonra getdilər addeleniyə. Frunze 74'də. Gəldi, biz görmədik. Mən çıxanda gördüm ki, biz oradan çıxdıq. Frunze 74. Bizi getdilər oraya uzadanda. Kuramı uzatdılar, qaldırdılar 5-ci mərtəbəyə. Uzatdılar pola. Pola uzadan kimi başladılar toka verməyə. Toka verdilər dubinka ilə, kəmərlə. Bizi başladılar təpikliyə, böyrümüzə. Bütün sifətim, bədənim, hamısı göm-göy. Snimkalar elədim. Deyirlər ki, qabırğalarda sınıq kimi var. Qardaşımın qulağını qırdılar. Qulağına, toku qulağına diriyirdilər. 1-2 saat orada uzanandan sonra gördüm əmilərim gəldi. Onlar da saldılar. Tabii bizi başımız polda uzanmışıq koridorda. Bir dənə də gördüm ki, Safarov Ayaz Mehbaloğlu əmimdir. Gördüm onunla salıblar kabinetə, toka keçirirlər. Tok vururlar ona, elektroşok yox, pramoy tok. Toka vurdukça qışqırdı, yalvarırdı. Siz kimsiniz, nə işlə məşğulsuz? Rus dilində deyir, вы чурки, почему в свою родину не едете? Почему наши деньги зарабатываете? Почему на СВО не помогаете? Deyəndə dedim ki, mən plan şirkətin adından dostlarımla idman kompleksi var. Onlar humanitarna pomoş yığır, mən oraya 30 min pul vermişəm. 2 gün bundan qabaq. Adına kimi dedim. Nə idman kompleksidir, nə firmasıdır, nə humanitarna pomoş. 30 min deyəndə məni tap-patap qardaşım vurdular ki, 30 min nə puldur? Sən verirsən, milyonlar qazanırsan. Dedim, imkan yoxdur, hardadır milyonlar?
olduqca göndərirəm, yığıram. O mən də rus dilində deyirəm tam naşı все bratья. Dedikən bunlar məni lap çox vurdular. Da o qədər vurdular ki, tövcə hal qalmadı, nana, hal yox idi. Bizlə başladılar əməzələnməyə. İki qardaş deyir, bir-birinizi tutun, presidan eləyin, adjıman eləyin, pres qaçat eləyin. Elədikcən də tok verirlər. 3-4 sayır, şak tok vurur. Biz yıxıllıq, deyir, все sayılmadı təzdən. Qabırğamıza. Qalxırlar üstümüzdə yerirlər, o izə bu izə. Başıma vurur təpiylə. Что deyir, nравится чурка. Və promoyda açıq aydın bizə чурка, тачки, что приехали сюда, кого знаешь, Şahin Şkilinskova знаешь, deyirəm, bəli də bizim Azərbaycanın diasporası olubdur. Qəşək tanıyıram, mən burada 30 ildir yaşayıram. Deyir, как ты его знаешь? Deyirəm, как диаспору, как представитель Азербайджана в Екатеринбурге. Уважаемый человек. Как ты с ним общаешься? Deyirəm, ну как взрослый человек, если где-то на мероприятии или где-то увижусь, поздороваюсь как со взрослым. Böyük adam kimi gəlib görüşürəm, salam aleyküm eləyirəm. Sən onun obyektinə gedirsənmi? Deyirəm, gedirəm, otururam çaydan, çörəkdən, toymoy olanda gedirəm. O deyir, filan obyektlərin yəsidir, deyirəm, yox, eşitməmişim. Fakt o obyektin yəsi olmayıbdır. Kaspi restorana deyir, şərikdirmi? Deyirəm, yox. Onun yanında magazinləri varmı? Deyirəm, yox. Paşayev'i tanıyırsan? Deyirəm, yox. Dedikcən, Paşayev kimdir? bilmirəm, 2001-ci ildə ölübmü, nə qarıbmı? Tanımıram. Mən 94 təvəlliyəm qardaşımla. 97 biz uşaq olmuşuq, nə tanıyım? Onu da gördüm ki, əmlərim qışqırır, özünü öldürür. Papamın bütün qapqallarını qırdılar. O qədər döydülər, toka verdilər ki, papamın səsi götürürdü. Hamısı da kabinet açıqdır, eşidirik. Bir 30 nəfər, 40 nəfərdir maskallar. Sonra gördüm ki, əmim gəlib, o biri əmim, Safarov Akif. Gördüm, o da kabinetdədir, onu da qışqırdırlar. Böyrümüzdə bir gəgə var, adı Əhlimanlı, Talış balasıdır. Ağsaqqal kişidir, bizim Yekaterinburg meçidi zadı Azərbaycanlılar üçün tikiblər də, o vaxt Şahin müəllim gəllər. Onu döydülər, onu da o qədər vurdular ki, ahırı dedilər ki, ölür, reanimasiya çağırdılar. Sonra gördüm ki, deyirlər, adı neydi? Əhliman. Familiyası bilmirsin? Familiyasını vallahi bilmirəm. Sonra gördüm ki, qışqırırlar ki, bir dənə də reanimasiya çağırın. Sonra gördüm ki, bir 5-6 dənə opsi reanimasiya skor çağırdılar. Dedilər, ölən var. Vəziyyəti pis olanlar var. Gördüm ki, papam qışqırırdan özünü öldürür. Ay, ya umiray. Papamınla ürəyində stent var. Deyir ki, stent var ürəyimdən. Stent var dedikcən toku vururdular ürəyinə qəsdən.